İmam Əhməd rahimehullah deyir ki, və tərkul mira vəl cidal vəl xusumat fid-din. Həmçinin dində münaqişələri, dini mübahisələri tərk eləmək əhl-i sünnənin əsaslarındandır. Yəni İmam Əhməd ayırır. Ümumən bidət əhli ilə oturub durmaq, bidət əhli ilə dostluq etməyi tərk etmək və həmçinin bidət əhli ilə mübahisə etmək, bidət əhli ilə münaqişə etməyi tərk etmək. Hər ikisi də əhl-i sünnənin əsaslarındandır. Və bunun səbəbi nədir? Necə ki, bu səhih sənədlə Abdullah ibn Abbas radiyallahu anhumədən rəvayət olunub ki, sahabə deyir ki, bidət əhli ilə, hava əhli ilə oturub durmuyor. Çünki onların məclisləri qəliblər üçün bir xəstəlikdir. Və bizdə məsələn bu eyblərdəndir ki, bəzən qardaşlar məsələn bidət əhli ilə mübahisə etməyə hərisdirlər. Bu düzgün deyil. Birincisi ona görə ki, şəriətdə belə qayda yoxdur ki, mən kimisə oddan çıxaracam, adı ilə özümü oda atım. Yəni sən özünə əmin deyilsən axı. Sən gedirsən, kimləsə söhbət edirsən, sən istəyirsən onu çıxarasan, o səni oda ata bilər. Ona görə İbn Abbas deyir ki, bidət əhli ilə oturub durmayın, çünki onların məclisləri qəliblər üçün bir xəstəlikdir. Allah qorusun, ora bir şübhə düşsə, hətta elə ola bilər ki, o şübhə ömür boyunca sənin qəlbindən çıxmaz. Və get-gedə böyüyər. Ona görə alimlər deyiblər ki, bu şəhvət və şübhələr qapısı ki var, nisbətdə şübhələr qapısı daha böyükdür, daha şiddətlidir. Məsələn, Muhammed ibn Sirin rahimehullah bir gün öz tələbələri ilə oturanda elm məclisində bidət əhlindən birisi girir içəri və Muhammed ibn Sirin rahimehullaha deyir ki, mən sənə Allah Rasulunun hədislərindən bir hədis oxumaq istəyirəm. Nəsə sual vermək istəyir. İbn Sirin rahimehullah qoymur, icazə vermir, yəni ona hədis oxumağa. Deyir, yaxşı Allahın kitabından bir ayə oxuyacam və görür ki, əl çəkmir, barmaqları ilə qulaqlarını tutur və deyir ki, ya sən duracaqsan, ya da mən. Və həmin bidətçi tərk edib gedir, görür ki, nəsə desə dinləməyəcək. Yəni burada o məclisdə bunu dinləyən yoxdur. Buna fikir verən yoxdur. Və tələbələri İbn Sirin rahimehullahdan soruşurlar ki, yəni o sənə Allahın kitabından bir ayə oxuyacaqdır. İbn Sirin rahimehullah deyir ki, mən qorxdum ki, o hansısa bir ayə ilə və ya hansısa bir hədislə, hansısa bir şübhə ilə gələr və o şübhə mənim qəlbimdə yer edər və onunla mən bacarmaram. Onu qəlbimdən çıxarmaqla mən bacarmaram. Hansı ki, bunu deyən sələfin imamlarındandır. Öz qəlbinə görə, öz dininə görə bu cür həssas idi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm özü ən çox etdiyi dualardan birisi Ya muqalləbəl qulub, təbbit qalbi alə dinik. Ey qəlbləri çevirən Rəbbim, mənim qəlbimi dinin üzərində, hidayət üzərində sabit et. Təsəvvür et, öz risalətində məsum olan, Allahdan daimə vəhiy alan, Allah Azza və Cəllənin hifsi altında olan Rasul sallallahu aleyhi və səlləm qəlbi üçün bu cür qorxurdu. Və ən çox etdiyi dualardan idi ki, Ya muqalləbəl qulub, ey qəlbləri çevirən Rəbbim, təbbit qalbi alə dinik. Mənim qəlbimi dinin üzərində sabit et. Əgər Allah Rasulü öz qəlbi barəsində bu cür həssas idisə, biz necə? Və elə qəlb sözünün mənası budur. Qəlb sözü, məsələn, bizdə deyirik, filan şeyi qəlbə tökmək və inqilab sözü qəlb sözündəndir. İnqilab, yəni çevriliş. Qəlb sözündəndir. İnqaləbə, yəni çevriliş və qəlb budur. Tez çevrilən. Ona görə deyilib qəlb. Və yəni səbəblərdən birisi və ən əsası budur. Əhl-i sünnə alimləri deyəndə ki, bidət əhli ilə oturub durmaqdan və bidət əhli ilə mübahisə etməkdən, münaqişə etməkdən çəkinin və bu əhl-i sünnənin əsaslarındandır. Orada olan əsas məqsədlərdən birisi budur. İnsanın öz qəlbini, öz dinini qoruması. Həmçinin bayaq dediyim kimi, yəni də təkrar edirəm, şəriətdə belə qayda yoxdur ki, insan kimisə oddan çıxaracaq deyə özünü oda atmalıdır. Bu məsələnin birinci tərəfi. Və məsələnin ikinci tərəfi, bu məsələdə, bu da xətalardandır. Bəzi qardaşlar,
Məsələn, özümüzə də zəng edirlər, deyirlər ki, qardaş filan kəsdir, məsələn, təkfirçilərdəndir, rafislərdəndir və ya başqa bidət əhlindəndir. Onlar o məclisə gətirək, bəlkə Allah hidayət verdi. Bəli, qardaşların bu məsələdə niyyətləri yaxşıdır. Və lakin bəzən qardaşlar onu başa düşməlidirlər ki, hidayət verən Allahdır. Hidayət sənin əlində deyil. Hətta sənin ona ürəyin yansa belə, sən onun üzərində nəzarətçi deyilsən. Aydındır? Ona görə Allah Subhanahu və Teala peyğəmbərə xitabən deyir ki, biz bu Quranı sənə nazil etdik ona görə yox ki, sən bununla bədbəxt olasan. Yəni özünü niyə bu cür qınayırsan? Kafirlər, müşriklər haqqı qəbul etmirlər deyə sən özünü öldürəcəksən? Və başqa ayədə Allah Subhanahu və Teala buyurur ki, "Lesta aleyhim bimusaytir." Sən onların üzərində nəzarətçi, onların üzərində gözətçi deyilsən. Və başqa ayədə buyurur ki, sən xəbərdar et, onlara çatdır, sən yalnız bir çatdıransan, xəbərdar edənsən. Və Allah Subhanahu taala peyğəmbər sallallahu alayhi və səlləm o rəsula ki, yəni ondan üstün dəvətçi yox idi. Dəvətində ən hikmətli, ən düzgün o idi. Elmdə, hikmətdə ən üstün o idi. Ona xitabən Allah Azza və Cəllə buyurur ki, sən sevdiyini hidayətə çatdıra bilməzsən. Ona görə hidayətini ən çox istədiyi əmisi Abu Talib hidayətə çatmadan dünyadan köçdü. Peyğəmbər sallallahu aleyhi və səlləm onun hidayətinə səbəb ola bilmədi. Çünki hidayəti verən Allahdır. Yudillu mən yeşə və yəhdi mən yeşə. İstədiyini azdırır və istədiyinə hidayət verir. Yəni demək istədiyim budur ki, yəni bu mövqedə olan qardaşlar bunu yaddan çıxarmasınlar. Ki hidayət verən Allahdır. Sənin yəni ciddi cəhdinlə, yəni hər şey sənin çalışmağına bağlı deyil. Həmçinin dini mübahisə, dini münaqişə iki növdür. Elə növləri var ki, icazəlidir. Elə növləri var ki, qadağandır və əsl olan da budur. Ona görə İmam Əhməd rahimehullah burada əsl olanı zikr edir, istisnanı yox. Çünki bidət əhli ilə mübahisədə əsl olan budur ki, bu qadağandır. Çünki hökmlər daha, yəni əğləbiyyə deyirlər buna, yəni çoxluq nədirsə, hökm ona görə verilir və istisnalar ümumi hökm pozmur. Amma istisnalar ola bilər. Necə ki Allah Subhanahu və Teala özü buyurur ki: "Vəcadilhum billati hiyə əhsən." Onlarla ən gözəl şəkildə mücadilə et, mübahisə et. Allah Azza və Cəllə cədəli əmr edir. Vəcadilhum. Lakin İmam Əhməd deyir ki, dində cədəli tərk etmək əhl-i-sünnənin üsullarındandır. Çünki cədəldə əsl olan budur. Bidət əhlində və ya ümumən dini mübahisələrdə zahir olan budur. Və bu da qadağan olan cədəldir. O da hansıdır? Bidətçi gəlir səninlə söhbət etməyə və ya bir qardaş bir bidətçini gətirir, o adına ki sənə sualları var. Sual verir və sən cavab verirsən, onun sualına tam cavab, yəni sənin cavabın tam cavabdır və başlayır səninlə mübahisə etməyə. Yəni bu göstərir ki, bir 5 dəqiqədən, 10 dəqiqədən sonra bu öyrənmək üçün gəlməyib və ya haqqı axtarmaq üçün gəlməyib, bu münaqişə üçün gəlib. Aydındır? Bu cür cədəl haramdır və əhl-i-sünnənin üsullarından deyil. O cədəl ki, o mübahisə ki, yəni orada qəsd yalnız mübahisədir. Və bilirsən ki, o buna görə gəlib. Yəni o gəlib ki, səninlə mübahisə eləsin. Nəyisə öyrənməyə görə gəlməyib. Bu mübahisə haramdır. Burada da bəzi istisnalar var. O da nədir? Əgər bidət əhlinin böyüyü olsa, əhl-i-sünnə imamlarından kimlə isə hansı məsələdə münaqişə eləsə və burada dini üçün, dəvət üçün və ümumi kütlə, cəmaat üçün racih məsləhət olsa, onu da təyin edir elm əhli, alimlər, imamlar. Yoxsa belə hər yoldan keçən və ya kim istədi, necə istədi, nə cür istədi, düzgün deyil. Və bu əhl-i-sünnənin əsaslarına əslində müxalifdir. Və həmçinin burada bəzi məsələləri də qeyd etmək istəyirəm. Elə bu dini münaqişələrlə, mübahisələrlə əlaqəli. Məsələn, görürsən, bidət əhli gəlib sənə sual verir, hər hansı bir məsələni öyrənmək istəyir. Və bizdə qardaşlarda olan xətalardan birisi budur ki, həmən baxır suala,
və o sualın müqabilində ona cavab verir. Cavab hazırlayır. Elə bilir ki, məsələ bununla bitəcək. Yəni elə bilir ki, onun xəstəliyinin dərmanı bu suala cavabdadır. Bu hikmətsizlikdir. Yəni məsələn, biri gəlib deyir ki, mən filan məsciddə namaz qılmıram. Çünki onun imamı filankəsi təriflədi. Ona görə o da kafir oldu. Onun arxasında namaz qılmıram. Onun arxasında namaz qılanlar da belə silsilə ilə getdi. İndi sual verir sənə. Deyir, filan məsciddə namaz qılmaq olar ya olmaz. Və görürsən, qardaş o sualın cavabını axtarır. Düşür tələbələrin, soruşur, axtarır, əli kimə çatır, gücü kimə çatır. Bu sualın cavabını axtarır. Yəni, həmin qardaşa sual verilməlidir ki, yəni sən nə axtarırsan? Yəni, bu sualın cavabını tapdın, verdin ona. Nəsə dəyişəcək? Yox, niyə? Çünki onun problemi o deyil axı. Onun problemi dərindədir. Elə bir çürük ağacdır, kök çürüydür, qurtlanıb və o zahirdə özünü göstərib hansısa bir budaqda, sən budaqla oynayırsan, budaqda bir yarpaqla, çürük yarpaqla oynayırsan. Tabii ki, o çürük yarpağı qopardın, yenə də yarpaq oradan çürük çıxacaq. Çünki kök çürüydür. Sən müalicəni oradan etməlisən, əgər gücün çatırsa. Hətta bu, dünyəvi məsələlərdə belədir. Məsələn, xəstə gedir həkimin yanına, deyir ki, sol tərəfim işləmir. Həkim onun qolunu müalicə eləmir ki. Həkim baxır, görür, baxır ki, onun sol tərəfi nə üçün işləmir? Baxır ki, məsələn, onurğada hansısa fəqərə zədələnib. Onun zədələnməsi ilə sol tərəfi tutub, qıçı tutub, qolu tutub. Yəni, həkim onun qıçını, qolunu müalicə eləmir. Ona qıç qol lazım deyil. O fəqərədə olan problemi həll eləyir. O problem həll olunsa, bu öz-özlüyündən gedəcək. Bu da belədir. Və ya məsələn, rafisi gəlir, sənə güvəki şübhə atır. Deyir ki, bax, hamının qəbrini bilir yerini, Fatimə anamızın qəbrini bilmir. Qardaş da düşür, aylarla qəbir axtarır. Tapacaq, tapmayacaq. Yəni, tutaq ki, tapdın. Nəsə dəyişəcək? Heç nə dəyişməyəcək. Onun problemi o deyil. Onun ondan qabaq dağlar boyda problemi var. O problem həll olunmalıdır. Yəni, xülasə bu müəyyən nüanslardır. Qardaşlar, diqqətli olsunlar. Demək istədiyim nədir? O bidət əhlindən deyənlər ki var, biz haqqı axtarıq. O kəlməyə hələm-hələm allanmasınlar. Sünnənin üsulundan deyil. Ona görə biri murciyələrdən gəlir İmam Məlikin yanına, deyir, mən haqqı axtarıq, deyir, gəl mübahisə edək, bəhs edək, dini mübahisə, cədəl. İmam Məlik deyir, nə üçün? Deyir ki, haqqı tapmaq üçün. Fikir verin, tarix dövr edir, heç nə dəyişməyib. Bugün də elədir. 70 yaşında kişidir, deyirsən, nə olub? Deyir, haqqı axtarım. Sabah öləcək bəlkə də, hələm də haqqı axtarım. Bidət əhli daima belədir. Daima səksəkə içərisindədir, vəsvəsə içərisindədir, şübhələr və ən azından səni alladır, səni mübahisəyə çəkmək üçün. Və İmam Məlik rahimehullah gözəl cavab verir. Eyni ilə Allah subhanahu və teala'nın bu ayəsinə müvafiq şəkildə. Allah subhanahu və teala öz kitabında Rəhmanın mömin qullarından danışanda, Allahın mömin qullarını vəsf edəndə buyurur ki, وَإِذَا خَاتَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامًا. Cahillər onlara xitab edəndə salam deyib keçərlər. Və başqa ayədə onlar ləğv, yəni boş, mənasız, faydasız bir şeylə qarşılaşanda vüqarlı bir şəkildə fikir vermədən keçib gedərlər. Bu möminlərin vəsfidir. Bu sünnət əhlinin vəsfidir. Yəni hər yolu kəsənin yolunda durmamaq, davam edib getmək. Və İmam Məlik rahimehullah deyir ki, səbəb nədir? Nə üçün mübahisə etmək istəyirsən? Deyir ki, haqqı axtarıram. İmam Məlik deyir ki, vallahi Allah öz Rasulü Muhammed sallallahu aleyhi və səlləmi bir dənə haqq ilə göndərib. İki dənə haqla göndərməyib ki, bir dənə haqq ilə. Və mən də o haqdayam. Əgər sən onu tapmamısansa, ged axtar. Və ona görə bir gün bidət əhlindən biri, səhv etmirəmsə, Həsən Əl-Basri rahimehullahın yanına gəlir, deyir ki, mən istəyirəm səni cədəl edim. Fikir ver, heç vaxt əhl-i sünnə bidət əhli ilə mübahisəyə həris olmuyor. Bidət əhli həris olub. Və Həsən Əl-Basri deyir ki, yaxşı, tutaq ki, mən razılaşdım. Səninlə başladım cədəl etməyə, mübahisə. Birdən mən qalib gəlsəm, bizdə necə deyirlər, filankəsi bağladı. Nə olacaq? Deyir ki, əgər sən məni üstələsən, mən sənin əqidəvə keçəcəm. Deyir, birdən sən məni üstələsən. Deyir, onda gərək sən mənim əqidəmə keçəsən. Deyir, iş orasındadır, birdən biz mübahisə edən anda
üçüncü bir adam gəldi, ikimizi də üstələdi. Onda necə olacaq? Deyir, onda ikimiz də kəsərik onun dilində. Yəni bizim dildə desək, imamın sözündən bu çıxır ki, yəni sən nə gündəsən? Yəni elə bir ağac ki, havadadır. Heç ağac da deyil. Yəni bu adam hələm dinini axtarıb tapa bilməyib. Bəlkə də sabah öləcək, əzəli sabahdır. Hələm din axtarır, hələm haqq axtarır. Yəni xülasə demək istədiyim budur ki, bax bu dediyim misallar fikir verirsiniz, heç vaxt əhlüsünnə vəsf olmayıb. Ona görə o kəslər ki, gəlir deyirlər ki, biz istəyir haqqı axtarırıq və istəyirik məsələn filan kəslə mübahisə edək və gəlmişəm səninlə mübahisə etməyə, həmən yəni bu şeyləri allanmaq lazım deyil. Və qardaşlardan biri yadıma gəlir, bunu misal üçün deyirəm, çox gözəl nümunədir. Deməli, bidət əhlindən, rafisilərdən biri gəlib qardaşa deyib ki, filan məsələlərdə səninlə mübahisə etmək istəyir. Yəni mübahisə deməyib. Yəni deyib ki, haqqı axtarıram. Qardaş deyib ki, yəni and iç ki, doğrudan da sən haqqı axtarırsan. O da and içib ki, vallahi mən haqqı axtarıram. Deyir, əgər doğrudan da sən haqqı axtarırsansa, götür bu kitabı, o Səqələyn risaləsini verib, deyib ki, 53-54 səhifədə götür oxu, bir həftədən sonra görüşərik. Qardaş deyir ki, götürmədi. Həmin o deyir, götürmədi. Qardaş deyir, dedim ki, bəs dediyin biyaqlara and içdin ki, mən haqqı axtarıram. Yəni, haqqı axtarmaq nə deməkdir? Sən bu məsələdə haqqı axtarırsansa, mən də sənə haqqı göstərirəm. Deyirəm ki, buradadır, ged oxu, demirəm razılaş. Heç olmasa oxu. Bir həftədən sonra gəl, söhbət eləyək. Deyir, götürmədi. Deyir, yox, səninlə mübahisə et. Yəni, səninlə söhbət eləmək istəyirəm. Bu haqqı axtarmır. Bu səninlə mübahisə etmək istəyir. Və ya özünü sənin üzərində qalib çıxarmaq istəyir. Və bu bidət əhlinin vəsflərindəndir. Həmçinin sonuncu bir nüans olaraq onu da qeyd edeyim. Buna da diqqət olunmalıdır. Ümumiyyətlə baxmaq lazımdır ki, yəni hətta belə fərz edək ki, doğrudan da ortada bir racih məsləhət var. Yəni ümumi cəmaatın məsləhəti var. Filan kəs ilə məsələn filan mövzuda söhbət edilməlidirsə, hətta o məsələdə də baxılır. O söhbət edəcək adam bunun əhlidir ya yox. Bu önəmlidir. Necə ki İmam Şafi rahimehullah deyir ki, mən deyir hazıram 10 dənə alimlə tək söhbət edim, hər hansı bir məsələdə ixtilaf etdiyimiz, amma bir cahillə söhbət etməyə razı deyiləm. Və sonra davamında deyir ki, neçə il bundan qabaq bir cahillə mübahisəm oldu, bu günəcən hələm də tövbəsini edirəm. Hələm də onun peşmançılığı qəlbimdən çıxmır. Hələm də qəlbim soymuyor. O qədər peşman olur. Ona görə Şeyx Albani rahimehullahın gözəl bir sözü var. Qızıl hərflərlə yazılası sözdür. Şeyx rahimehullah deyir ki, 100 alimə bir dəlil kifayətdir. Amma bir cahilə 100 dəlil də kifayət deyil. Yəni məsələ dəlilin azlığında, çoxluğunda deyil də, məsələ onu qavrayacaq fəhmin səndə olub olmamağıdır. Ona görə bu məsələyə də diqqət olunmalıdır. Yəni xülasə budur ki, yəni bu məsələlər məsləhəyə, məqsədəyə qayıdan məsələlərdir. Aydındır? Və həmçinin bu məsələdə gərək biz həris olmayaq, əksinə özümüzü bidət əhli, hava əhli olanların məclislərindən və onlarla münaqişələrdən, şübhələrdən qoruyaq və əgər ortada bir ehtiyac olsa, o ehtiyacı ödəyəcək şəxs olsa və o bunu məsləhətdən bilsə, şəriət əsaslarına görə yəni bu edilir. Allahın dini və haqq batil üzərində zahir olsun deyə. Və doğrusunu Allah bilir. Və sallallahu ala Muhammedin və ala alihi və sahbihi və səlləm.